Dünyaca məşhur Frans 24 Əli Kərimli ilə geniş müsahibə dərc etdi. Fransanın dünyaca məşhur çoxdilli Frans 24 nəşri hazırda həbsdə saxlanılan AXCP sədri Əli Kərimli ilə geniş müsahibə dərc edib. Müsahibə fransız və ingilis dillərində yayımlanıb. Müsahibəni təqdim edirik. Mən vicdan məhbusuyam. Bakıda müxalifət lideri Kərimli dövlət çevrilişinə cəhd ittihamı ilə mühakimə olunur. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri və son 30 ildən artıq müddətdə ölkənin müxalifət hərəkatının əsas simalarından biri olan Əli Kərimli Bakıda dövlət çevrilişinə cəhd ittihamı ilə məhkəmə qarşısına çıxarılır. Həbsxanadan Frans 24-ün suallarını cavablandıran və tez-tez Aleksey Navalny ilə müqayisə edilən Kərimli ittihamların Prezident İlham Əliyev tərəfindən tamamilə uydurulduğunu bildirir və siyasi qətl təhlükəsindən danışır. Keçmiş dövlət katibi 2005-ci il dekabrın 1-dən həbsdədir və ona qarşı irəli sürülən ittihamları tamamilə saxta və siyasi motivli adlandırır. Əli Kərimli artıq 3-10 illikdir ki, keçmiş Sovet Respublikası olan Azərbaycanda hakimiyyətdə olan Əliyev rejiminə meydan oxuyur. Keçmiş DTK generalı Heydar Əliyevdən sonra ölkəyə 2003-cü ildən onun oğlu İlham Əliyev rəhbərlik edir. Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılan Kərimli ilə Frans 24 onun vəkilləri vasitəsilə əlaqə saxlaya bilib. Müsahibəni təqdim edək. Frans 24. Vəkilləriniz müdafiənizi hazırlamaq üçün ittiham materialları ilə tanış ola bilirlərmi? Əli Kərimli. Mənimlə bağlı heç bir real istintaq aparılmır. Onların nə qrup quraşdırdıqlarından və bunu necə etdiklərindən nə mənim, nə də vəkillərimin xəbəri var. Mən həyatımı ölkəmdə demokratiya və azadlıqlar uğrunda mübarizəyə həsr etmişəm. Azərbaycanda avtoritar rejimin qurulmasına qarşı çıxmış, cəmiyyəti dinc yollarla təşkilatlanmağa və səfərbər etməyə çalışmışam. Siyasi baxışlarıma və onları müdafiə etdiyimə görə mənə qarşı saxta ittihamlar irəli sürülüb və həbs olunmuşam. Mən nə cinayət, nə də inzibati xəta törətmişəm. Buna görə də özümü vicdan məhbusu hesab edirəm. Frans 24. Ailəniz və ya həyatınız üçün təhlükədən ehtiyat edirsinizmi? Əli Kərimli. Son illərdə siyasi məhbusların həbsdə müəmmalı və izah olunmamış ölümlərini nəzərə alaraq, məsələn, ötən ilin 12 dekabrında hakimiyyət 22 yaşlı fəal Əlibəy Kərimlinin həbsdə dırnaqarası intihar etdiyini açıqlamışdı. Həmçinin mənə qarşı açıq düşmənçilik fonunda həyatım üçün təhlükəni istisna edə bilmərəm. Mən artıq İlham Əliyevin göstərişi ilə ağır işgəncələrə məruz qalmış və saxta ittihamlarla uzunmüddətli həbs cəzaları almışam. Əlavə təhlükə ehtimalını nəzərə almamaq məsuliyyətsizlik olardı. Qeyd etmək istəyirəm ki, nə sıravi məmurlardan, nə də digər məhbuslardan təhlükə gözləyirəm. Belə bir təhlükə yalnız ən yüksək siyasi səviyyədə şəxsən İlham Əliyevin göstərişi ilə yarana bilər. Azərbaycanda qurulan sistem o qədər mərkəzləşdirilmişdir ki, heç bir dövlət qurumu və ya məmur belə bir əmri rədd edə bilməz. Həmçinin vurğulamaq istəyirəm ki, mən ölümcül xəstəlikdən əziyyət çəkmirəm və intihar mənə aid bir şey deyil. Mən həyatımı xalqıma xidmətə həsr etmək niyyətindəyəm. Heç vaxt olmadığı qədər qətiyyətliyəm. Həbsi yolun sonu deyil, mübarizənin yeni mərhələsi hesab edirəm. Mövcud bütün imkanlardan istifadə edərək öz əqidəmi müdafiə etməyə və ömrümü həsr etdiyim işi davam etdirməyə çalışıram. Əgər mən həbsdən sağ çıxmasam, hər kəs bunun siyasi qətl olduğunu bilməlidir. Frans 24. Avropa mediasının sizi bəzən Aleksey Navalny ilə müqayisə etməsini başa düşürsünüzmü? Əli Kərimli. Mən özümü heç vaxt Aleksey Navalny ilə müqayisə etməmişəm. Jurnalistlərin bunu niyə etdikləri barədə yalnız fərziyə yürüdə bilərəm. 10 ildən artıq müddətdə Azərbaycanda ən böyük müxalifət aksiyalarına rəhbərlik etmişəm. Güclü təzyiqlərə və təqiblərə baxmayaraq nə prinsiplərimdən imtina etmişəm, nə də susmuşam. AXCP-ni və ölkənin ən böyük demokratik müxalifət koalisiyası olan Milli Şuranı qoruyub saxlamağa və gücləndirməyə töhfə vermişəm. Həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə avtoritar rejimi davamlı şəkildə tənqid etmişəm. Güman edirəm ki, bəzi jurnalistlər məhz bu rola və təhlükəsizliyimə təhdid ola biləcəyi ilə bağlı narahatlıqlara görə Navalny ilə paralellər aparırlar. Frans 24. Avropa İttifaqı sizi kifayət qədər dəstəkləyirmi? Əli Kərimli. Həbsimdən dərhal sonra Avropa Parlamenti mənim və digər 400 siyasi məhbusun azad edilməsinə çağırış etdi. Buna görə təşəkkür edirəm. Həmçinin Avropa Şurası Parlament Assambleyasına da minnətdaram. Xüsusilə Kürü diplomatiyası qalmaqalından sonra onlar Azərbaycanda insan hüquqları pozuntularına qarşı prinsipial mövqe tutublar. Təəssüf ki, Avropa ölkələrinin hökumətləri və Avropa Komissiyası repressiyalara olduqca ehtiyatlı və təmkinli reaksiya veriblər.
Bir tərəfdən Rusiyanın Ukraynaya müdaxiləsi və bunun Avropa təhlükəsizliyinə yaratdığı təhdid var. Avropa yenidən silahlanma məsələsini ciddi şəkildə nəzərdən keçirməlidir. Eyni zamanda enerji və iqtisadi problemlərlə üzləşir. Dünya nizamı dəyişib, realpolitik və avtoritar rejimlər populyarlıq qazanıb ki, bu da Avropa qanunvericilərinə təsir edir. Bu çətinlikləri başa düşsəm də onların demokratik prinsiplərdən imtina üçün əsas olduğunu düşünmürəm. Avropa həmişə hüququn aliliyi, insan hüquqları və demokratik dəyərlərə sadiq qalmaqla güclü olub. Bu prinsiplər qısa müddətdə həmişə praktik görünməsə də, uzunmüddətli uğurun və etibarlılığın əsasını təşkil edir. Düşünürəm ki, Avropa Azərbaycanda demokratik dəyərlərə daha güclü dəstək verə bilər. Fransa 24. Avropanın enerji ehtiyacları buna mane yaradırmı? Əli Kərimli. Avropanın Azərbaycan qazından ciddi şəkildə asılı olduğu şişirdilmiş fikirdir. Doğrudur, Avropanın Azərbaycan enerji resurslarına ehtiyacı var, lakin bu asılılıq qarşılıqlıdır. Azərbaycan da qazını satmaq üçün Avropa bazarına ehtiyac duyur. Qazımız tankerlərlə deyil, boru kəmərləri ilə daşınır və hazırda çoxlu alternativ bazarlarımız yoxdur. Bu ticarət hər iki tərəf üçün faydalıdır. Lakin bu, Avropanı Azərbaycandakı repressiyalara göz yummağa məcbur etmir. Avropa ticarəti davam etdirə və eyni zamanda Azərbaycandan üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyi tələb edə bilər. Fransa 24. Rusiyanın Azərbaycandakı təsirini necə qiymətləndirirsiniz? Əli Kərimli. Hələ bir il yarım əvvəl Putinlə Əliyevin münasibətləri müttəfiqliyin nümunəsi sayılırdı. Münasibətlər pisləşsə də, Azərbaycan hələ də Rusiyanın rəhbərlik etdiyi siyasi və institusional strukturların bir hissəsidir və Rusiyanın müttəfiqi olaraq qalır. Ölkə Rusiyanın rəhbərlik etdiyi müstəqil dövlətlər birliyinin üzvüdür və çıxmaq niyyətində deyil. Rus dilində məktəblər Rusiyanın mühüm yumşaq güc alətlərindən biri Azərbaycanda fəaliyyətini davam etdirir. Rusiyanın və Azərbaycanın hazırki hakimiyyətləri qərb dəyərlərinə və demokratiyaya qarşı çıxırlar. Putin və Əliyevin Cənubi Qafqazla bağlı yenidən ortaq bəyanatlar verməsi məni təəccübləndirməz. Fransa 24. Fransa ilə münasibətləri necə xarakterizə edirsiniz? Əli Kərimli. Fransa ilə Azərbaycanın münasibətləri dövrü xarakteri daşıyır. Bəzən gərginlik həddindən artıq artır və münasibətlər qırılma nöqtəsinə çatır. Sonra isə liderlər barışır və problemlər həll olunur. Düşünürəm ki, problemlərin əksəriyyəti 2020-ci ildəki 2-ci Qarabağ müharibəsi dövründə yaranıb. Həmin vaxt Fransa Azərbaycanda Ermənistanın müttəfiqi kimi qəbul edilirdi. Xoşbəxtlikdən Ermənistan və Azərbaycan arasında müharibə artıq başa çatıb və sülh sazişi üzrə danışıqlar yekun mərhələyə yaxınlaşır. Fransa buna uyğun olaraq Cənubi Qafqaz siyasətini yenidən nəzərdən keçirməlidir. Fransa Azərbaycanla bağlı siyasətini yalnız Ermənistan prizmasından formalaşdırmamalıdır. Avropanın aparıcı dövlətlərindən biri kimi daha balanslı və müstəqil yanaşma sərgiləməlidir. Bu siyasətin iki istiqaməti olmalıdır. Ermənistan məsələsində etdiyi kimi, Azərbaycanın suverenliyini Rusiyadan gələn təhdidlərə qarşı dəstəkləməli və eyni zamanda Avropa dəyərlərini, demokratik prinsipləri və Avropaya inteqrasiyanı güclü şəkildə təşviq etməlidir.